Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Artıq illərdir ki, ənənə halın alıb ki, həcc mərasimi öncəsi ölkədə bəzi qüvvələr aktivləşir və sanki bunların humanist damarları qabarır. Bütün il boyu kasıblar, imkansızlar, ölkənin problemləri yada düşmədiyi halda həcc mərasimindən biraz əvvəl və yaxud da həcc mərasimi ərəfəsində bu insanlar başlayırlar, deməli, bunların humanist damarları şişir və güya həccə sərf olunan, həcc səfərinə sərf olunan vəsaiti kasıblara niyə sərf etmirlər kimi tezislərlə Məkkənin, Kəbənin əleyhinə, İslam dininin əsas deməli vacibatlarından biri olan həcc mərasimi ilə bağlı aşağı yuxarı fikirlər səsləndirirlər. Bu dəfə də deməli Milli Məclisin illərdir deputatı olan, təbii ki, Azərbaycanda bu deputatlar nəyin müqabilində hökumət bunları deputat eləyir. Bunlar hər kəsə məlumdur və əvvəllər adı səhv eləmirəmsə, Bütöv Xalq Cəbhəsi Partiyası adında bir partiya idi. Birləşdirici və yaxud da Bütöv belə bir ad idi. Çünki Xalq Cəbhəsi Partiyası Elçibəy Əliyev dünyasını dəyişəndən sonra 2000-ci ildə sonra bu partiya parçalandı, müxtəlif partiyalar yarandı. Bu partiyanın deməli daxilindən çıxıb müxtəlif partiyalar, qruplar yarandı. Onlardan biri də Qudrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Xalq Cəbhəsidir, yoxsa Birləşdirici Xalq Cəbhəsi Partiyası idi. Belə bir partiya idi. Sonra da təzəlicə eşitdim ki, bunun adlarını bunlar dəyişiblər. Ədalət, Hüquq, Demokratiya Partiyası qoyublar adını və bunlar söz oyunu ediblər və əhd bir yerdə Ədalət, Hüquq, Demokratiya, Əhd Partiyasının sədri Qudrət Həsənquliyev deməli açıqlama verib ki, biz öz Kəbəmizi yarada bilərik. Deməli bunlar Naxçıvanda Əshab-ı Kəhf ziyarətgahını da deməli bu yaxınlarda Leyla Əliyeva prezidentin qızı oranı ziyarət eləyib və ondan ilhamlanıb oranı kiçik Kəbə kimi deməli hazırlayıb və hətta Kəbədə o hər il oranın o qara daşın örtüyünü gətirməklə bağlı bir təklif də irəli sürüb. Güya Səudi Ərəbistanı bizim dostumuzmuş. Biz oradan o qara daşın üzərindəki örtüyü gətirib Naxçıvanda kiçik Kəbə yarada bilərmişik ki, bununla da deməli Azərbaycana turizm sahəsinin inkişafı elətdirə bilərik və turistlərin ölkəyə axının təşkil etmək nəticəsində büdcədə biraz deməli büdcə gəlirlərini, büdcənin daha doğrusu büdcəyə gələn vəsaiti biraz artıra bilərik. Əziz izləyicilər, bu açıqlama həqiqətən həm maraqlıdır, həm təəccüblüdür, həm gülməlidir, həm ağlamalıdır, həm komikdir. Bunun içində deməli hər bir şey var. Hər bir şey var. Əvvəla ona görə ki, bizim iddia olunur ki, axı Azərbaycan hüquqi dövlətdir, Azərbaycan dini dövlət deyil və dini məsələlər ortaya çıxanda biz hüquqi dövlətik deyib bütün bu dini mövzuları üstün bağlamağa cəhd edirik. Birinci sual bundan ibarətdir ki, əgər biz dini dövlət, deməli hüquqi dövlət isə, axı bir Milli Məclisin, bir ölkənin qanunverici orqanının nümayəndəsi niyə gəlib başını soxur bu dini mövzulara? Axı bu dini mövzudur. Bu bir sual bu. İkinci sual bundan ibarətdir ki, axı niyə deməli həcc mərasimi öncəsi sizin deməli bu aclar, imkansızlar, kasıblar yadınıza düşür. İl ərzində sizin bu kasıblar, imkansızlar yadınıza düşmədi. Sizin bu Kəbə ilə, Allahın evi ilə, belə müqəddəs Quranla, müqəddəs dinlə
nə alıb verə bilməyəcəyiniz var. Siz deməli bu dinin Allahın kitabının, Allahın dininin əleyhinə niyə bu qədər sərt şəkildə dayanmışsınız? Məgər siz bir kitab oxumursunuz, siz görmürsünüz, bilmirsinizmi? Dinə qarşı çıxanlar, dinlə, Allahla düşmənçilik edənlərin aqibəti necə olur? Bu ikinci bir sual. Üçüncü sual bundan ibarətdir ki, Cənab Qüdrət Həsənquliyev ölkənin vəziyyətə, hansı vəziyyətə düşdüyünü siz ehtimal edirsiniz ki, məhz büdcənin ziyarətgahlar vasitəsilə doldurulmasını təklif edirsiniz. Axı bir tərəfdən iddia edirsiniz ki, Azərbaycan regionun ən inkişaf eləmiş ölkəsidir. Təbii ki, bunlar yalan iddialardılar. İddia edirsiniz ki, Azərbaycan, biri çıxır deyir ki, Azərbaycan ancaq Fransa ilə müqayisə oluna bilər. Biri çıxır deyir ki, Azərbaycan ancaq Amerika ilə müqayisə oluna bilər. Biri çıxır deyir ki, Azərbaycan Almaniya ilə müqayisə oluna bilər. Amma Azərbaycan heç bir ölkə, dünyada elə bir ölkə yoxdur ki, məncə özünü Azərbaycanla müqayisə eləsin. Çünki Azərbaycanda həqiqətən bərbad bir vəziyyət yaranıb ki, zəngin təbii resurslara malik olan bir Azərbaycan elə bir vəziyyətdə yaranıb, yəni elə bir vəziyyətə düşüb ki, heç bir ölkə özünü Azərbaycandan müqayisə etmək istəmir. Çünki burada olan o negativ hallar, korrupsiyadan tutmuş işsizliyə qədər, insanların ölkədən qaçması, kəndlərin boşalması, insanların yaşayışı, səviyyəsi, xəstəliklər, ölüm yaşının sürətlə cavanlaşması, bütün problemlərə baxanda Azərbaycan bütün problemlərdə birinciliyi əldən vermir. Amma boş iddialardan da əl çəkmir. Yəni siz iddia edirsiniz ki, hökumət nümayəndəsi, hökumət nümayəndələri və eyni zamanda deməli Qüdrət Həsənquliyev kimi Azərbaycan hakimiyyətinin, İlham Əliyevinin qul beçələri. Bunlar iddia edirdilər ki, Azərbaycan regionun ən inkişaf etmiş ölkələrindəndir, ölkəsidir və çox sürətlə inkişaf edir, bağ belə, bostan belə. İndi nə oldu ki, siz gəlib büdcəni doldurmaq üçün məhz ziyarətgaha gələn turistlərin deməli o xərclədiyi pullara göz dikmisiniz? Bundan da əlavə, axı Milli Məclis bu mövzuların yeri deyil. Milli Məclis deməli ölkədə ciddi bütün sahələrdə xüsusən deməli əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün, ölkədə normal vəziyyətin yaranması üçün qanun istehsalı ilə məşğul olmalıdır. Ki o qanunlar bu Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin rifahını, yaşayışını təmin etmək üçün və yaxud da hüquqlarını müdafiə etmək üçün, qorumaq üçün istifadə olunmalıdır o qanunlardan. Amma biz görürük ki, deməli deputatlar sanki bunlara gündəmi dəyişmək üçün müxtəlif tezislər verilir ki, sən çıxacaqsan bu tezislə bu fikirləri səsləndirəcəksən. Yəni müxtəlif mövzularda. Bax, son vaxtlar biz izləyirik, görürük ki, Milli Məclisə təyin olunan bunlar təyinatlı deputatlardılar. Təyin olunan deputatlar, bunlar öz təyinatları üzrə ciddi bir işlə məşğul olmurlar. Bunlar, məsələn, elə komik, gülməli, qeyri-ciddi fikirlər səsləndirirlər ki, deməli, heç öz vəzifələrinə tutduğu, daha doğrusu, əgər seçiliblərsə ki, biz düşünürük, bunlar heç biri seçilməyiblər, hökumətin, hakimiyyətin bəxş etdiyi deputat mandatı ilə bunlar yaşayırlar və o mandatlar hakimiyyətin bəxşişidir. Ona görə də bir gün gələcək ki, hökumət tərəfindən, Əliyev rejimi tərəfindən kimlər ki, deputat mandatı əldə edib, onlar mütləq ən ağır şəkildə cəzalanacaqlar. Ya bu dünyada, ya axirətdə. Bunun başqa variantı yoxdur. Çünki bunlar hələ lap fərz eləyək ki, normal deputat fəaliyyətlərini yürüdüblər desək də belə, yenə də bunlar seçilməli olduqları halda hakimiyyət tərəfindən əldə etdikləri deputat mandatlarına görə bunlar ən ağır şəkildə cəzalanacaqlar. Bu qaçılmaz bir məsələdir. Bu deputatlar əslində fərz eləyək ki, həqiqət belədir ki, siz
hakimiyyət tərəfindən təyinat almısınız, bir bəxşiş olaraq qəbul etmişsiniz. Heç olmasa qanunverici orqan kimi, orqanın daha doğrusu nümayəndəsi kimi özünüzü aparın və bu ölkənin inkişafı üçün müəyyən qanunlar istehsal edin və o qanunların müdafiəsinə, xalqın, vətəndaşların hüquqlarının qorunması istiqamətində öz fəaliyyətlərinizi qurun. Axı sizə nə düşüb ki, məsələn, siz deyəsiniz ki, ziyarətgahları gəlin turizm fəaliyyətinə bağlayaq. Bundan sonra gəlin Kəbəni, Məkkəni, deməli, Azərbaycanda biz yeni Məkkə yaradaq, yeni Kəbə yaradaq. Yəqin ki, bu bir neçə müddətdən sonra, əgər indi Naxçıvanda deməli, yeni Kəbə yaradılacaqsa, qiblənin dəyişdirilmə prosesi də baş verəcək. Yəni, biz bunu da eşidəcəyik ki, indi ki, bizim özümüzün Kəbəmiz var, niyə qibləmiz Kəbəyə olmasın, öz Kəbəmiz olmasın, Məkkəyə olsun, ərəblər olsun. Zaten bunlar ərəblərə qarşı bir deməli, xüsusi kampaniyaya başlayıblar. Görünür, böyük mütəfəkkirlərdən biri, İslam mütəfəkkirlərindən biri səsləndirir ki, bunlar qərb, deməli, İslamı söyə bilmədiklərinə görə bundan sonra İranı söyləyəcəklər. İndi həmən məsələdir. Bunlar İslama, İslami qaydalara, ilahi qanunlara qarşı açıq şəkildə gələ bilmirlər. İndi bunlar ərəbləri söylürlər. Məsələn, bir müddət Trump'ın, daha doğrusu Amerika Birləşmiş Ştatlarının prezidentinin adını salavatsız dilə gətirməyən Qudrət Həsənquliyevlər kimilər, indi məsələn Trump'ın Səudi Ərəbistanında və ya da Birləşmiş Ərəb Əmirliyində qarşılanma törənini əsas gətirərək güya iddia eləyirlər ki, sən demələ bunlar yaxşı bir xalq deyirlər və ona görə ki, Trump'ı bunlar belə qarşılayıblar. Yəni, bu gedişlə görünür, əgər Qudrət Həsənquliyevin bu təklif verib ki, Əshab-ı Kəhf ziyarətini, Naxçıvanda olan Əshab-ı Kəhf ziyarətini elə biz Kəbə kimi düzəldək, Kəbədən də, Məkkədən də Kəbə örtüyünü ala gətirək, onun üstünə sərək və bizim olsun bu Kəbəmiz. Daha bu qədər pul sərf eləyib getməyək, Kəbəyə getməyək həcc ziyarətinə. Həcc ziyarətini elə burada təşkil edək, qoy burada olsun. Və eyni zamanda bu belə davam edərsə, bu təbii ki, bu təklif reallaşarsa, bunu dəstəklənərsə bu təklif və mən düşünürəm ki, bu Qudrət Həsənquliyevin öz fikri deyil. Bu öz fikri olsa da belə yenə də müxtəlif dairələrdə, müvafiq idarələrdə bunlar razılaşdırılmış bir təklifdir. Bu təklif reallaşarsa, Qudrət Həsənquliyev növbəti təklifi bu olacaq ki, biz daha həccə bura gediriksə, Kəbəmiz buradırsa, namazı qılanda da elə üzümüzü bura tutaq, Naxçıvana tutaq. Zaten Naxçıvanı bunlar Heydər Əliyevdən dolayı ölkənin qibləsinə çeviriblər. Böyük torpaq deməli adı ilə Naxçıvanı və Naxçıvanlıları ölkənin əsas deməli qibləgahına çeviriblər bunlar. İndi bu məsələ ilə də elə bir nöqtəni qoymuş olarlar. Əziz izləyicilər, baxın, əziz Azərbaycanlılar, ölkədə bu qədər vəziyyət bu həddə gəlib çatmışkən, insanlar bir çörəyin deməli ardınca düşdükləri halda, bir tikə çörəyə möhtac olduğu halda bugün insanlar xəstələnirlər, vaxtında pulsuzluqdan müalicə oluna bilmirlər. Hər gün biz ölüm xəbərləri eşidirik və elə bir ölümlər ki, onlar pulsuzluğu ucbatından, müalicəsizlik ucbatından insanlar gənc yaşlarında ölürlər. Məsələn, artıq da biz 15-20 il bundan əvvəl 70-75 yaşında dünyasını dəyişən insanlara heyfsilənirdirsə, bu günlər artıq 50-55 yaşında ölən insanlara yaşlıdır deyib keçirik. Bu həqiqətən böyük faciədir. İnsanların ölümü bu qədər cavanlaşanda, bu qədər onkoloji xəstə, dünyanın elə bir ölkəsi yoxdur ki, o ölkədə bu qədər onkoloji xəstə olsun. Azərbaycanın hər 3 nəfərindən ikisi onkoloji xəstədir. Bu böyük dəhşətdir. Bunu niyə biz bu haqda düşünmürük? Və belə bir vəziyyətdə bu deputatlar, bu Milli Məclisin nümayəndələri filan bu mövzuları müzakirə etməkdənsə, insanların tibbi sığortası ilə bağlı ciddi addımlar atmaqdansa və s.
qida təhlükəsizliyi ilə bağlı, başqa mövzularda müəyyən qərarlar qəbul etmək əvəzinə bunlar gəliblər Kəbənin yerini dəyişdirirlər, qiblənin yerini dəyişdirirlər. Bu absurd deyil, nədir bəs? Yəni bu həqiqətən ölkənin bir biabırçı vəziyyətdə düşməsini göstərir. Ondan əlavə bir nöqtəni də mən qeyd etmək istəyirəm ki, əzizlər, Azərbaycan artıq xüsusən bu dini sahəsi, belə bir söz var, arıq eşeğin yaylağı, üzr istəyirəm misala görə, artıq belə bir vəziyyət yaranır. Yerindən duran başlayır din haqqında əllaməli eləyir. Yerindən duran başlayır din haqqında fətva verir. Yerindən duran deyir ki, mən filan məsələn məzhəbi qəbul eləmirəm, filan dini qanunu qəbul eləmirəm, bəs bu belə olmalıdır. Yaxşı, sən kimsən axı? Sən durub Kəbənin dəyişdirilməsi ilə bağlı, sən durub ağza gələni danışırsan. Sən get axı normal dediyim kimi, səni ora otuzdurublar ki, sən normal qanunlar qəbul olunmasında bir işlər görəsən, fəaliyyət göstərəsən, qanunlar layihəsi təklif edəsən və Milli Məclisə təqdim edəsən. Sən son vaxtlar Əhd Partiyası deməli Milli Məclisə hansı qanun layihəsi təqdim edir? Bax, bu sualı mən yəqin ki, Qudrət Həsənquliyev və onun partiyadaşları mənim bu çıxışımı görəcəklər və mən ümumi deməli, təkcə belə deyək də, təkcə Əhd Partiyası yox, bütün Milli Məclisdə təmsil olan siyasi partiyalara mən bu sualı ünvanlayıram. Siz sonuncu dəfə nə haqqında Milli Məclisə qanun layihəsi təqdim etmişsiniz və hansı qanun layihəsini təqdim etmişsiniz? Axı sizin vəzifəniz birbaşa bundan ibarətdir. Siz amma görün, təkcə Qudrət Həsənquliyev bu dəfə bunu eləyib, amma biz bir çox hallarda görürük ki, müxtəlif deputatlar, deputatçilər İlham Əliyevin Milli Məclisdə əlaltıları və yaxud da İlham Əliyevin orada ad da deyə bilmirəm, biraz söz olduğu kimi deyəndə biraz ağır alınır. Sonra da deyəcəklər ki, təhqir eləyir. Sadəcə bir şey də ağlıma gəlmir, fikirləşə də bilmirəm ki, bir şey tapa bilmirəm ki, yəni bunların boyuna uyğun olsun. Əslində, bütün o ağır sözlər bunların boyuna uyğundur. Sadəcə onları mən öz dilimdən səsləndirmək istəmirəm. Əziz izləyicilər, bir hədis var, səhv etmirəmsə, deməli, Əziz İslam Peyğəmberindəndir. Ya da Həzrət Əleyhisselamdandır, indi dəqiq yadımda deyil, indi yadıma düşdü, ona görə mən hansı məsumdandır onu araşdırmadım. Deyir ki, vay o adamın halına ki, o adam dünyasını, ahirətini dünyasına satır. Yəni, ahirətini əldən verir, deyir, mən dünyamı qazanıram. Bədbaxtdır, daha doğrusu, bədbaxt sözü işlənir. Bədbaxt o adamdır ki, ahirətini dünyasına satır. Sonra deyir, daha bədbaxt, ən bədbaxt insan o adamdır ki, o adam ahirətini başqasının dünyasına satır. Bu deputatçilər, bu Qudrət Həsənquliyevlər, bunlar o ikinci kateqoriyadandılar. Bunlar daha bədbəxt insanlardılar ki, bunlar həm yəni ahirətlərini öz dünyalarına satmırlar. Bunlar ahirətlərini İlham Əliyevin dünyasına satırlar. Bir ailənin dünyasına satırlar. Bir ailə kef eləyəcək, bir ailə öz irəli istədiyi kimi yaşayacaq, zülm eləyəcək. Bu cür deputatçilər də, bunlar da ahirətlərini, o dünyalarını bir ailənin və şəxsən İlham Əliyevin dünyasına dəyişəcək. Yəni, ahirətlərini əldən verirlər ki, əvəzində İlham Əliyev və onun ailəsi bu dünyada rahat nəfəs alsın, rahat yaşasın. Bax, bunlar ən bədbəxt insanlardılar. Əziz izləyicilər, həqiqətən bu məsələlərdə, bu vəziyyətin bu həddə gəlib çatmasında düzdür, biz tənqid edirik, biz müəyyən deməli, hədəfləri göstərdik. Amma mən eyni zamanda onu da demək istəyirəm ki, vəziyyətin bu yerə gəlib çatmasında bizim də, xalqın da, vətəndaşların da deməli, müəyyən qədər yanlışımız və müəyyən qədər günahımız var. Çünki bizim bunları qəbullanmağımız, müəllim deyib bunları başa keçirtməyimiz axırda bizim deməli, bu cür vəziyyətlərlə qarşılaşmağımıza səbəb olur. Əslində, bu insanlar müəllim deyilərək qarşıya keçiriləsi, qabağa keçiriləsi insanlar deyirlər. Bu insanlar əslində yaxalarından yapışılıb hesab sorulmalıdırlar ki, sən ki, indi gedib hər hansı bir yolla Milli Məclisdə o yerləri zəbt eləmişsən, qəsb eləmişsən, sən orada
bu olunan hadisələrə görə, xalqın, cəmiyyətin bu günə düşdüyünə görə sən cavab verməlisən. Yəni insanlar, xalq, vətəndaşlar əgər bu deməli dünyasını, axirətini İlham Əliyevin dünyasına dəyişən insanlardan hesab sorsalar, mən əminəm ki, bunlar cəsarət tapıb bu cür gəlib başlarından, əyinlərindən, özlərindən böyük təkliflər irəli verməzlər. Allah inşallah ümid edirəm ki, məzlum Azərbaycan xalqına yardımcı olacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.